Bizim müstəntiqlərdən biri bəzən işdən sonra məscidə namaz qılmağa gedirdi. Orada da prokurorluqla məscid üzbəüz idi. Yolun bir tərəfi hərbi prokurorluğu idi, digər tərəfi məscid idi. Bu, ora namaz qılmağa gedən müstəntiqi bir neçə dəfə prokuror axtardı. Dedilər ki, bəs namaz qılmağa gedib işdən sonra. Axırda bir gün prokuror onun yanına çağırdı. Dedi, ya sən o binanı seç, ya bu binanı seç. Yəni mahiyyət etibarilə, yəni müstəntiq istənilən vaxtı operativ şəkildə axtarılır. Onun telefonuna zəng çatmaması, onun hardasa özünə şəxsi zaman ayırması bu iş prosesindən sonra gəlir. Onun əsas fikri, əsas qayəsi işlə bağlıdır. Ona görə də 24 saatın hamısında belə qəbul edək ki, müstəntiqin mobil telefonu açıq olmalıdır. Gecə, gündüz istənilən vaxt onu axtara bilirlər.